Salam əziz dostlar. Riyaziyyat video dərslərindən natural ədədlər mövzusunu davam etdiririk. Bu, natural ədədlər mövzusundan 3-cü dərsimizdir və bu dərsimizin mövzusu test izahı ilə bağlıdır. Video dərsimizdə TQDK Riyaziyyat test toplusu 1994-2015-ci il kitabındakı testlərdən istifadə edəcəyik. Müəlliflik hüquqlarının qorunması baxımından siz hər misalın yuxarı hissəsində bu yazını görəcəksiniz. Beləliklə, natural ədədlər mövzusundan testlərimizə nəzər salaq. Baxacağımız ilk test 3 nömrəli testdir. 7805-də neçə onluq var? Bu tipdə testlər çox tez-tez qarşınıza çıxır. Bu testlərin həllinin çox sadə bir yolu var. Bizdən soruşulan 7805 ədədidir. Və neçə onluq var deyirsə, yadımıza salırıq nəyi? Onda neçə sıfır var? Bir dənə sıfır var. Bu zaman sonuncu ədəd atırsız, yəni sıfırların sayı qədər. Yerdə qalır 780 və bu bizim cavabımız olacaq. Test sizə başqa cürdə düşə bilər. Misal üçün, 7805 ədədində neçə yüzlük var? Yüzlük. Yüzdə 2 sıfır olduğuna görə bu dəfə 2 rəqəmi sondan atırsız və cavab 78 olacaq. Minlikləri soruşsa, mində 3 sıfır var və sondan 3 rəqəmi atırsız və s. Yəni bu tipdə olan testlərin həll qaydası belədir. Bizim testimizdə isə onluq soruşulurdu. Onda 1 sıfır var və 5-i atdıq. Cavabımız B variantı 780 olacaq. Növbədə olan testimiz 22 nömrəli testdir. N bərabərdir 6 vurulsun 8 vurulsun 5 vurulsun 11 ədədinin neçə sadə böləni var? Deməli, ədədimiz N bərabərdir 6 vurulsun 8 vurulsun 5 vurulsun 11 şəklindədir. 6-nı sadə vuruqlarına parçalayası olsaq, 2 vurulsun 3 şəklində yaza bilərik. 8 2-nin kubudur, yəni 2 vurulsun 2 vurulsun 2. 5 olduğu kimi qalacaq, çünki sadə ədəddir. 11 yenə olduğu kimi qalacaq. İndi suala diqqətlə fikir verək, ədədinin neçə sadə böləni var? Deməli, 6-ya əsasən 2, 3 sadə bölənlərini götürə bilərik. 8 2-lərdən ibarətdir, amma 2 6-da var idi, ona görə götürmürük. 5 və 11. Deməli, bu ədədin sadə bölənləri 2, 3, 5 və 11-dir. Cavabımız 4 olacaq. Davam edək. Test nömrə 36. Əbob 144, 174-ü tapın. Yenə bu misalı həll etmək üçün əbobun tapılması qaydasından istifadə edək. 144, 174. Hər ikisini 2-yə bölürəm. Deməli, 72 17-ni 2-yə böləndə 8, 14, 7. 87, 72 və 87 hər ikisini 3-ə bölə bilərik. 72-ni 3-ə böləndə 24, 87-ni 3-ə böləndə 29. Və hal-hazırda son aldığımız ədədlər 24 və 29-dur. Bunlarda ortaq heç nə yoxdur. Əbob isə ortaq olan vuruqların hasilinə bərabərdir. Yəni, bizdən soruşulan 144 və 174-ün əbobu 2 vurulsun 3 bərabərdir 6 olacaq. Bu da D variantında göstərilmiş cavabdır. Bir sonraki testimiz 47 nömrəli testdir. N-in hansı qiymətində əkob N 10 bərabərdir 10 bərabərliyi doğrudur? Deməli, N-in yerinə elə ədədlər yazmalıyıq ki, 10 həmin ədədlərə bölünsün. N-in yerinə 1 yaza bilərəm. Onu 1-ə bölmək mümkündür. N-in yerinə 2 yaza bilərəm. 10 bölünsün 2, 5 yenə bölünür. N-in yerinə 5 yaza bilərəm. 10 bölünsün 5, 2 və N-in yerinə son olaraq 10 yaza bilərəm. 10-u 10-a bölsək 1. Deməli, əkob N 10 bərabərdir 10 bərabərliyinin doğru olması üçün N-in yerinə 1, 2, 5 və 10 ədədlərini yazmaq mümkündür. Bu ədədlər B variantında verilib. Davam edirik və növbəti testimiz 54 nömrəli testdir. Abbasın addımı 90 cm, Eldarın addımı 80 cm-dir. Hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar? Yəni, biz elə bir ədəd tapmalıyıq ki, həmin ədəd həm 90-a, həm də 80-ə bölünsün. Ancaq bu ədədlərin ən kiçiyini tapmalıyıq. Başqa bir sözlə, əkob 90, 80-i hesablasaq, məsələni həll etmiş olarıq. 90, 80, hər ikisini 2-yə bölürəm. 45, 40. Hər ikisini
5-ə bölürəm 9, 8 və ortaq artıq heç bir şey yoxdur. 3-ə bölürəm 9-u 3-ə böləndə 3, 8 3-ə bölünmür. Olduğu kimi yazırıq. Yenə 3-ə bölürəm 3-ü 3-ə böləndə 1, 8 qaldı öz yerində. 8-i 2-yə bölürəm 4, yenə 2-yə bölürəm 2, yenə 2-yə bölürəm 1 və 1-1 alında əməliyyatımızı saxlayırıq. Buradan əkobu hesablamaq üçün 2 vurulsun 5 vurulsun 3 vurulsun 3 vurulsun 2 vur 2 vur 2 vur 2 ifadəsini hesablamalıyıq. 2 vur 5 10, bu 3 vur 3 9 vurulsun 8 bərabərdir. 9 vur 8 72 vurulsun 10 720 cavabını almış oluruq. Əkobun hesablanmasını daha sadə formada icra edə bilərdiniz. Necə? Əkob 90 80 bərabərdir. 90 və 80 ədədlərinə baxsaq, görərik ki, hər iki ədədi 10-a bölmək mümkündür. Belə olan halda əkobun qarşısına vuruq çıxara bilərsiniz. Yəni 10 vurulsun əkob 90-ı 10-a böldük 9 və 80-i 10-a böldük 8. 10 vurulsun əkob 9 8. 9 və 8 qarşılıqlı sadə ədədlər olduğuna görə bunların əkobu 9 vur 8-ə, yəni 72-yə bərabərdir və buradan da 720 cavabını asanlıqla ala bilərsiniz. Təbii ki, bu qaydamız daha asandır. Və növbəti testimizə keçid alırıq. Bu 59 nömrəli testimizdir. N bərabərdir 1 vurulsun 2, 3, 4, 5, 6, 7, 8, 9 vurulsun 10 üstəgəl 1 ədədinin 21-ə bölünməsindən alınan qalığı tapın. Deməli, bu misalı necə həll edirik? Əvvəlcə kəsr xətti şəklində yazıram. 1, 2, 3 nöqtələr 10 üstəgəl 1 bölünsün 21 və bu kəsri parçalayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 vurulsun 10 bölünsün 21 üstəgəl 1 bölünsün 21 bərabərdir. Deməli, birinci kəsrə diqqət etsək 21 və 7 bunları ixtisar aparırıq 3 ilə 3-ü ixtisar aparırıq. Bu nə deməkdir? Bu o deməkdir ki, birinci kəsrimiz, yəni sol tərəfdəki kəsrimiz 21-ə tam bölünür. Burada qalıq yoxdur. İkinci kəsrimizə baxası olsaq 1 bölünsün 21, təbii ki, burada aydın məsələdir ki, qalıq 1 olacaq. Və beləliklə cavabımız C variantı olur. Davam edək test nömrə 64 ilə. Natural ədədi 21-ə böldükdə qalıqda 16 alınır. Bu ədədi 7-yə böldükdə alınan qalığı tapın. Hər hansı natural ədədimiz var? N. Və bu ədədi 21-ə böldükdə qalıqda 16 alınır. Qisməti də A hərfi ilə işarə edək və buradan N bərabərdir 21 vurulsun A üstəgəl 16 ifadəsini yaza bilərik. Bizə lazım olan nədir? Bu ədədi 7-yə böldükdə alınan qalığı tapın. Ədədi 7-yə bölürük, bərabərdir. Kəsri yenə parçalayıram. 21A bölünsün 7 üstəgəl 16 bölünsün 7 bərabərdir. Burada 7 və 21-i ixtisar aparsaq 3A üstəgəl 16 bölünsün 7 alırıq. Gördük ki, sol tərəfdəki kəsrimiz 7-yə tam bölünür, sağ tərəfdə isə 16 bölünsün 7 alırıq ki, buradan 2 və qalıqda da 2 almış olarıq. Yəni 16-nı 7-yə böləndə qalığımız 2 olacaq. Bizdən soruşulan da ədədin 7-yə bölünməsindən alınan qalıq idi. Cavabımız C. Sonraki testimizə keçirik. Bu 76 nömrəli testdir. Bütün rəqəmləri müxtəlif olan 4 rəqəmli ədəddən ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Deməli, 4 rəqəmli ədəddən söhbət gedir. Bizə bu ədədlərdən ən böyüyü və ən kiçiyi lazımdır. Ən böyük 4 rəqəmli ədədimizi 9, 8, 7, 6 şəklində yaza bilərik. Yəni 9876 bizim rəqəmləri müxtəlif olan, müxtəlif sözünə diqqət eləməlisiniz. Rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmli ədədimizdir. Və ən kiçik 4 rəqəmli ədədi yazsaq, baxın, rəqəmlərimizdən ən kiçiyi 0-dır, amma ədəd 0-dan başlaya bilməz. Ona görə 1, 0, 2, 3 şəklində ən kiçik ədədimizdə yaza bilərik. Və bunların fərqinə baxırıq. 6 çıxılsın 3, 5, 8, 8. Deməli, bizim cavabımız 8853 olacaq. Bu da A variantında göstərilən ədəddir. Sonraki testimiz 113 nömrəli testimizdir.
284.443 vurulsun 284.447 hasilinin 4-ə bölünməsindən alınan qalığı tapın. Deməli, 4-ə bölünmə əlamətini yadımıza salırıq. 4-ə bölünmə əlaməti ədədin son 2 rəqəmi ilə bağlı idi. Yəni, birinci də 43, ikinci də 47. 4-ə bölünürsə, bu ədəd 4-ə bölünür. Birinci ədədin son 2 rəqəminin əmrə gətirdiyi ədəd 43-dür. İkincidə isə 47. 43-ün 4-ə bölünməsindən alınan qalığımız 3-dür. Və 47, 44 4-ə bölünür, 3 qalıq qalır. Buradan da qalığımız 3 olacaq. 3 vurulsun 3 bərabərdir. 9 alırıq, yəni qalıqları bir-birinə vururuq, ortada vurma əməli olduğuna görə. 9-un isə 4-ə bölünməsi zamanı 2 düşür və 1 qalığımız olur. Cavabımız A. Test nömrə 122. İfadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərində tək ədəddir? A variantından başlayıb bütün ifadələrə bir-bir nəzər salaq. A variantı n kvadratı üstəgəl 1. N-in bütün natural qiymətində, yəni n tək də ola bilər, cüt də ola bilər. Əgər n tək olsa, tək üstəgəl tək bu ifadənin qiyməti cüt alınacaq. Əgər n cüt olsa, cüt üstəgəl tək bu ifadənin qiyməti tək alınacaq. Yəni A variantındakı ifadənin qiyməti tək də ola bilər, cüt də ola bilər. Ona görə A bizim düzgün cavabımız deyil. B variantına baxırıq. B variantında əgər n-in yerinə tək ədəd yazsaq, tək ədədi 2-yə, yəni cüt ədədə vuranda cüt ədəd əldə edirik və cüt üzərinə gəl tək bizə tək ədəd verəcək. N-in yerinə cüt ədəd yazsaq, yenə cüt vurulsun cüt bizə cüt ədəd verir. Cüt üstünə gəl tək, yenə də tək ədəd almış olarıq. Deməli cavabımız B variantı olacaq. Digər variantlarda nəzər salaq. N kvadratı. N əgər tək olsa n kvadratı tək ədəddir. Tək çıxılsın tək bizə cüt ədəd verir. N cüt ədəd olsa cütün kvadratı cüt ədəd, cüt çıxılsın tək bizə tək ədəd verir. Yəni C variantında da bəzən cüt, bəzən tək ədəd alınır. Və D variantına baxırıq. Burada 2n kvadratı. Baxın, vuruqlardan biri cütdürsə, mütləq nəticə cüt olacaq. Yəni D variantındakı ifadəmiz həmişə cütdür. Y variantı yenə burada 2 vurulsun n kvadratı var. N-in tək və yaxud cüt olmasından asılı olmayaraq 2 vurulsun olduğuna görə, yəni cüt ədədi vururuq. Ona görə bu ifadə həmişə cütdür. Cüt üstəgəl cüt bizə cüt ədəd verəcək. Və test nömrə 122-də cavabımız B oldu. Sonraki testimiz isə 129 nömrəli testdir. Əkob 175/210 bölünsün əbob 175/210 nisbətini hesablayın. Bu ifadəni hesablamaq üçün əvvəlki misalda istifadə etdiyimiz qayda daha asan olar. Yəni, əkobun və əbobun qarşısına vuruq, çıxardırıq. Deməli, həm 175-i, həm də 210-u 35-ə bölə bilərik. 35 vurulsun. Əkob 175-i 35-ə bölsək 5, 210-u 35-ə bölsək 6 alınar. Və yenə aşağıda da eyni əməliyyatı icra etsək 35 vurulsun. Əbob 5, 6. Bərabərdir. Buradan 35-lər ixtisar gedir. 5 və 6 qarşılıqlı sadə ədədlər olduğuna görə onların əkobu 5 vurulsun 6-ya, əbobu isə 1-ə bərabərdir. Buradan 5 vur 6, 30 cavabını almış oluruq. Və bu cavab A variantında verilib. Deməli, 129 nömrəli testimizin cavabı da A oldu. Və növbədə 138 nömrəli testimiz var. Böləni 8 dəfə artırdıqda bölünəni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın? Deməli, ən sadə formada bu ifadəni hesablamaq üçün A bölünsün B bərabərdir C şəklində ifadəyə baxırıq. Böləni 8 dəfə artırdıqda bölən B-dir. B-ni 8 dəfə artırsaq, avtomatik olaraq C-də 8 dəfə azalacaq. Yəni, bu formada olan ifadədə A və C düz mütənasibdir. B və C tərs mütənasibdir. Əgər biz B-ni, yəni böləni artırsaq, C azalır. A-nı, yəni bölünəni artırsaq, C artır. Böləni 8 dəfə artırdıqda, böləni 8 dəfə artırdıq və C avtomatik olaraq 8 dəfə azaldı. Bölünəni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın. Yəni, yekunda burada 3C qalmalıdır. İxtisardan sonra 3C-nin qalması üçün yuxarıya 24 yaza bilərik ancaq. Yəni, 8 və 24 ixtisar gedəcək və burada 3 qalacaq. Nəticədə əvvəl C idi, indi 3C, yəni 3 dəfə artmış olacaq. Yəni, A-nı biz 24 dəfə artırsaq, C də 24 dəfə artacaq. Və əvvəl 8 dəfə azaldığına görə 24-8 ixtisar gedib
yuxarıda 3 qalacaq. Bu da qismətin 3 dəfə artması deməkdir. Deməli, qismətin 3 dəfə artması üçün biz bölünəni 24 dəfə artırmalıyıq. 138 nömrəli testimizin cavabı Y variantı olur. Növbəti testimiz. Bu 142 nömrəli testimizdir. 3 ardıcıl tək natural ədədin cəmi 81-dir. Bu ədədlərdən ən böyüyünü tapın. Məlumdur ki, tək ədədləri 2n plus 1 şəklində göstərirlər. Və bu ədədlər ardıcıl olduğuna görə bunları 2n minus 1, 2n plus 1 və 2n plus 3 şəklində yaza bilərik. Ədədlərimizi toplasaq 6n, 1-lər getdi, üstəgəl 3 bərabərdir 81 yaza bilərik. Buradan 6n bərabərdir 78 və n bərabərdir 13 cavabını alarıq. Bu ədədlərdən ən böyüyünü tapın. Təbii ki, ən böyük ədədimiz 2n plus 3-dür. 2n plus 3 bərabərdir 2 vurulsun. N'in yerinə 13 yazırıq. Üstəgəl 3 bərabərdir 26 üstəgəl 3. O da bizə 29 verəcək. Cavabımız A variantı. Və növbəti testimizlə davam edirik. Bu 150 nömrəli testdir. 16-ya, 25-ə və 30-a böldükdə qalıqda 1 alınan ən kiçik çox rəqəmli natural ədədi tapın. Testin şərtindən aydın olur ki, biz əkov 16, 25, 30-u hesablamalıyıq. Və qalıqda 1 alınan ən kiçik çox rəqəmli natural ədəd dediyinə görə aldığımız ədədin üzərinə 1-i əlavə etməliyik. Deməli, əkov 16, 25, 30-u sadə qaydada hesablamağa çalışaq. Belə ki, 16-nın vuruqlarına baxası olsaq, 16-nın vuruqları ancaq 2-lərdən ibarətdir, yəni 16 2 üstü 4 deməkdir. 25-in vuruqları 5-lərdən ibarətdir, yəni 25 5-in kvadratı deməkdir. 30-u isə biz 2 vurulsun, 3 vurulsun 5 şəklində vuruqlarına, sadə vuruqlarına parçalaya bilərik. Əkobu hesaplayan zaman birincini bütöv şəkildə, yəni 16 vurulsun. İkinciyə baxırıq, ikinci 5-lərdən ibarətdir. Birincidə 5-lər yoxdur. Vurulsun 25-i də olduğu kimi yazırıq və üçüncüyə keçirik. Deməli, burada 2 var. 2 16-da var idi, ona görə bizə lazım deyil. Və 5 25-də olduğuna görə bunu da atırıq. 3 əvvəlki ədədlərin heç birində yoxdur. Vurulsun 3 yazırıq. 16 vurulsun 25 bizə 400-ü. Vurulsun 3 və cavabımız 1200 olacaq. Deməli, 1200 ədədi həm 16-ya, həm 25-ə, həm 30-a bölünən ən kiçik ədəddir. Ancaq bizə nə lazımdır? Qalıqda 1 alınsın. Ona görə 1200 üstəgəl 1 bərabərdir 1201 bizim cavabımız olacaq. Yəni 16-ya da bölsək qalıqda 1 olacaq, 25-ə də bölsək qalıqda 1 və 30-a da bölsək qalıqda 1 əldə etmiş olarıq. Cavabımız Y variantı. Test nömrə 151. 7x 23y 5 rəqəmli ədədini 5-ə böldükdə qalıqda 4 alınır. Həmin ədədin 18-ə bölündüyünü bilərək x, y hasilini tapın. Deməli, ədədimiz 7x 23y ədədidir. Və bu ədəd 5-ə bölündükdə qalıqda 4 alınır. Qalıqda 4 alınması üçün y-in ya 4 ya da 9 olması vacibdir. Və həmçinin şərtimizdə deyilir ki, həmin ədəd 18-ə bölünür. Əgər ədəd 18-ə bölünürsə, 18 cüt ədəd olduğuna görə bu ədəd də cüt olmalıdır. Və aydın məsələdir ki, y 9 ola bilməz. Deməli, y 4-dür. Digər bir tərəfdən 18-ə bölünən ədəd həm də 9-a bölünür. Bəs 9-a bölünmə əlaməti nə idi? Rəqəmlərinin cəmi 9-a bölünən ədəd 9-a bölünür. İndi rəqəmləri toplayaq. 4 üstəgəl 3, 7, üstəgəl 2, 9, üstəgəl 7, 16 və əgər x 2 olsa 16 üstəgəl 2 rəqəmlərin cəmi 18 olar. 18-də 9-a bölündüyünə görə şərt ödənmiş olacaq. Deməli biz x bərabərdir 2, y bərabər 4 tapdıq. Bizdən soruşulan nə idi? X vurulsun y hasili. Buradan da 4 vurulsun 2 bərabərdir 8 cavabını alarıq. Yəni A variantını. Növbəti testimizlə davam edirik. Bu 162 nömrəli testimizdir. Məktəbliləri əvvəlcə hər cərgədə 9 nəfər, sonra isə hər cərgədə 15 nəfər olmaqla sıraya düzdülər. Məktəblilərin sayı 120-dən çox və 150-dən az olarsa onların sayı neçədir?
Deməli, məktəblilərin sayı elə bir ədəd olmalıdır ki, o ədəd həm 9-a, həm də 15-ə bölünsün. Bunun üçün biz əvvəlcə əkov 9, 15-i hesablamalıyıq. 9 və 15 üçün 9-da 3 vurulsun 3 var, yəni 9 3-ün kvadratıdır. 15-i isə 5 vurulsun 3 şəklində yazırıq. Əkobu hesablamaq üçün birincinin olduğu kimi yazırıq. 9 vurulsun, 15-də 5 var, 3 var. 3 onsuz da 9-da var idi. Bizə lazım deyil. Vurulsun 5 bərabərdir 45. Bizim cavabımız olar. Deməli, 9-a və 15-ə bölünən ən kiçik ədəd 45-dir. Ancaq şərtimizdə bizdən soruşulan şey başqadır. Məktəblilərin sayı 120-dən çox və 150-dən azdır. Deməli, 45 və 45-in misilləri həm 9-a, həm də 15-ə bölünəcək. 45-in 2 misli bizə 90 verəcək. 45-in 3 misli bizə 135 verəcək. Və 135 ədədinə nəzər salsaq, görərik ki, bu ədəd 120 ilə 150 arasındadır. Deməli, bizim cavabımız 135 olacaq. B variantı. Test nömrə 171. Bu ulduzlu testimizdir. Yəni, digərlərinə nisbətən çətin test hesab olunur. X, Y vurulsun 4Y, Z bərabərdir 7344. Bərabərsizliyində X plus Y plus Z cəmini tapın. İfadəni alt-alta vurma şəklində yazsaq, 4YZ vurulsun XZ bərabərdir. Deməli, əvvəlcə Z-i 4YZ-ə vururuq. Nöqtələrin yerində hansı ədədlərimiz alınacaq. Sonra X-i 4YZ-ə vururuq. Yenə nöqtələrimizin yerində hansı ədəd alınacaq. Nəticədə toplama əməliyyatı icra edirik və 7344-ü alırıq. 7344 ədədindən fikir versək, aydın olar ki, bu 4 yuxarıda olmalıdır ki, aşağıya düşə bilsin. Deməli, Z vurulsun Z 4-ə bərabərdir. Z kvadratı 4 olduğuna görə biz fikirləşə bilərik ki, Z 2 ola bilər, yəni 2 vurulsun 2 bərabərdir 4 və yaxud Z 8 ola bilər, yəni 8 vurulsun 8 64 olsa, biz bura yenə 4 yazmalı oluruq. Və Z üçün 2 qiymətimiz var. İndi X haqqında fikirləşməyə çalışaq. Yuxarıdakı ədədimiz 400-dən böyük bir ədəddir, yəni 400 neçəsə. Bəs aşağıdakı ədədimiz, baxın, 400 ədədini biz 20-yə vurası olsaq, 8000-dən böyük bir ədəd alınır. Bizim ədədimiz isə 7344-dür. Yəni, X 2-dən kiçik ədəddir. Bu nə deməkdir? Bu o deməkdir ki, X 1-dir. Yəni, XZ ədədi ya 12 ya da 18 olmalıdır. Əgər biz 7344 ədədini 12-yə bölsək, bu zaman 612 alırıq. Ancaq bizim ədədimiz 400 neçədir? Ona görə aydın məsələdir ki, XZ ədədi 12 deyil, onda XZ ədədi 18-dir. XZ ədədinin 18 olduğunu tapdıqdan sonra 4YZ ədədini də tapmaq üçün 7344 bölünsün 18 ifadəsini hesablamalıyıq. 7344-ü 18-ə böldükdə biz 408 ədədini almış olarıq. Deməli, bizim ifadəmiz 408 vurulsun 18 şəklindədir. Və dəyişənləri yerinə yazsaq, X, Z və 4YZ şəklində idi. Bu nə deməkdir? Bizim Z-imiz 8, X-imiz 1, Y-imiz 0-dır. Bizdən soruşulan isə nə idi? X üstəgəl, Y üstəgəl, Z cəmini tapın. Deməli, X-in yerinə 1 üstəgəl, Y-in yerinə 0 üstəgəl, Z-in yerinə 8 yazsaq, 9 cəmini almış oluruq. Bu da D variantında bizə göstərilib. Beləliklə 171 nömrəli testi də həll etmiş olduq. Davam edirik 184 nömrəli testimizlə. A bərabərdir 4727 vurulsun 53754-ün kvadratı üstəgəl 1 ədədinin 25-ə bölünməsindən alınan qalığı tapın. Deməli, 4727 sonuncu 2 rəqəminə fikir versək, 27-nin yerində 25 olsaydı, bu ədəd 25-ə bölünərdi. 27 olduğuna görə buradan qalıq 2 olacaq. Növbəti ədədimizin sonuna fikir veririk, 54-dür. Əgər burada 50 olsaydı bu ədəddə 25-ə bölünərdi. 54 olduğuna görə burada da qalıq 4 olacaq. 2 vurulsun 4 və kvadratı mütləq yadda saxlayırıq. Bərabərdir bizə 8 verəcək. 8-in kvadratı 64 almış oluruq. Və diqqət eləyirik nəyə? Burada bir də üstəgəl 1 var. 64-ün də üstünə 1-i əlavə etsək 65 alarıq. 65-i isə 25-ə bölsək 2, qalıqda da 15
alınacaq. Bizdən soruşulan qalıq idi və cavabımız A variantı olur. Beləliklə, natural ədədlər mövzusuna aid bəzi test nümunələrinə nəzər saldıq. Ümid edirik ki, bu testlər bir çoxlarınızın işinə yarayacaq. Hər birinizə imtahanlarda uğurlar arzu edirəm. Növbəti video dərslərə qədər sağ olun.